Küreğe doğru, bütün xoşbəxtçiliyə doğru gedək. Bugün özümü necə hiss edirsiniz? Çox yaxşı hiss edirəm, güclü hiss edirəm özümü ən əsası. Çünki qaçmaq sadəcə idman deyil, həm də iradədir, psixoloji bir şeydir. Bu psixoloji bir gücüm var hal-hazırda mənim, ona görə çox yaxşı hiss edirəm. Aytən Dadaşzadə, Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşıyam və frisbee idman növü üzrə hal-hazırda oynayıram. Frisbee-ilə məşğulam, qısacası. Nə gözəl. Ümumiyyətlə, Bakımıza, Azərbaycanımıza, bizə, komandamıza bir arzu var. Türk TV-də sizdə. Azərbaycan Türk TV var. Yaxşı. İlk növbədə xanımları çəkməyiniz xoşuma gəldi. Çünki bu günləri xanımlarımız həqiqətən də seçiliblər bəylərdən. Öz iradələri ilə, öz gücləri ilə. Sizə də arzulayıram ki, hər zaman xanımları, uğurlarını çəkən bir televiziya olasınız. Xanımlarımız çünki hər zaman birincidirlər. Uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkür ederim ki, insanların uğurlarını sevinirik, bölüşürük də. Mən də sizə uğurlar arzulayıram, idmançıların bir dənə. Çok sağ olun. Okay. Sağ ol.